dostlar, dedim sizin bəzi suallarınıza mən evdə cavab verməyə vaxt tapmıram. Çünki orada burada, çöldə bayırda. Ona görə bu qərara gəldim ki, qoy burada danışım sizə. Deməli, ötən səfər gələn suallardan biri o idi ki, maşın sürmə nətər öyrənmişsiniz, o ağlıma gəldiyimdir. Suşun arxasında olduğuma görə bu barədə danışıb. Mən deməli belə haradasa bir məktəb qutarandan sonra falan, yəni balacalanda zaten atamı falan deyirdim də maşın sürmə öyrətmirdi, nə yalan deyim. Sonra bir müddət biraz böyüyəndən sonra belə xalam uşaqları ilə zatla baş beyinləri aparırdım ki, bana maşın sürmə öyrət. Öyrədirdilər, sağ olsunlar, belə kətdən şəhərə gələndə, eləyəndə, kət yollarında zıttı, belə ara sıra deyirdim ki, işləyən vaxtı deyirdim ki, beyin uzunluğu təcəsi yapacaq, bana öyrədim, maşın sürmə öyrədim. Onu da öyrədirdilər, amma da öyrədirdilər də, belə tam qayda qanunu ilə, qaydasından zatla yox, belə. Sürürdüm, düzdür, maşın zat gələndə vaxtdan qışqırırdım, qorxurdum, belə idi. Amma yəni sürürdüm. Plus, yəni avtomata korobkada öyle idi, mexanika idi. Və mexanikada bildiyiniz qədərilə avtomata rəğmən daha çətindir, nəyincə avtomat. Ona görə mən orada belə az deyək bir şeylər öyrənmişdim. Amma sonra bura gələndən sonra, yəni prava almaqdan ötürü məcburan sən avtoşkolaya yazılmalısan, dərslərə getməlisən, avtoşkolalarına girmək istəmirəm. Avtoşkolada zaten öyrədirlərsə, əməli başlayıb olar, öyrənsin. Hər nəysə, sonra imtahan verməkdən ötürü əsas demək olar imtahanlardır. 2 dənə imtahan, biri yazılı şəkildə olan imtahan. O da çox çətin idi həqiqətən, bayağı bir sual var idi. 800 dənəmi, 1000 dənəmi, hal-hazırda yadımdan çıxdı düzü. Gör neçə il əvvəl olan söhbətdə. Oxşum, əməli başlı sual var idi və mənim rusçam da çox mükəmməl deyil də, yəni indi özümdə çox mükəmməl rusçam deyil. Plus ötən səfərki videoda dediyim kimi, belə normal adi danışıq qaydalarını falan bilirəm, amma elə şeylər var ki, yol qaydaları nəyə aid, onları bilmirdim. Həqiqətən bilmirdim, yəni suallara falan baxanda bu onlayn şəkildə proqramı var. Proqramı yükləyirsiniz, oradan baxa bilərsiniz Rusiyada yaşayanlardan ötürü. Proqramı yüklədim, başladım həll eləməyə. Bir gün, 2 gün, 3 gün, 4 gün, 5 gün, option bayağı bir uzun müddət, səhər gün orada, axşam yeyəndə, içəndə, gəzəndə, geyəndə, gələndə, nə qələndə. Onda Esraya hamilə idim, səhv eləmirəmsə. Option hər yerdə, ağlınıza gələ biləcək hər yerdə o testləri təkrar işləyirdim. Başa düşmədiyim sözlər olanda ya tərcümə eləyirdim, ya da orada sual verirsə, nəyəsə aid şəkil göstərirsə, sən başa düşsən ki, bu sualda nədən söhbət gedir. Option hər nəysə, pis yaxşı bir ay mən o imtihana hazırlaşdım və getdim imtihan verdim. Birinci imtihanda kəsildim. Sonra ikinci imtihana getdim və bu arasında bir müddət vaxt var. Məsələn, mən təzə birinci imtahan verəndən sonra dedilər, bir neçə günsə gözləməlisən, hər hansı bir imtahandan kəsilirsənsə əgər, deyək sən ora yazılı imtahanı vermirsən, kəsilmirsən, sürücülük imtahanını verirsən, kəsilirsən, o arada məsafə birinci imtahanda daha az idi. Deməli, mən ikinci imtahanı verdim, keçdim, yəni təsəvvürünüzü gətirin, o qədər bir ay müddətində nə qədər hazırlaşmaq olarsa, o qədər hazırlaşmışam və sualı əzbərləmişdim. Proqramda mən sualı açanda heç axıra qədər oxumurdum belə, sırazı basırdım, düz çıxırdı. Biraz da göz yaddaşım var mı deyə bilməm niyəsə, biçim nəysə əzbərləyəsə olsam o qədər rahat əzbərləməzdim, amma testlərdə belə deyim ki, həqiqətən çox rahat oldu. Dediyim kimi ikinci imtahanda keçdim, təsəvvürünüzə gətirin. Bundan sonra bizdə başladı sürücülük imtahanı verin, bax. O barədə uzun danışmaq istəmirəm, çünki bayağı bir uzun müddət oldu. Hardasa 6 ay, belki de 7 ay üstündən keçdi, mən ala bilmədim. Yəni ilk imtahanımdan danışım qoy sizə. İlk, yəni birinci dəfə o imtahanı verib bitirəndən sonra zaten sən göndərirlər ki, sən bu imtahandan keçdin, gedin sürücülüyü və sırazı həmin gün. O stresini azmış kimi bir də deysən ki, ha bölümdə polislə oturub sürəsiyəm maşını, təsəvvürünüzə gətirin. Option getdim maşına, oturdum. Maşına oturan kimi nə qaydım? Bastım qazı. Adama deyən olar, sən ha bu rüçdəki çəyimizi maşını B'dən D'yə qoymuşsan sürüzə. Polis düşəcəksən olar. Düşdüm, getdim option, ağlaya. Həqiqətən mən belə
Onlarda gülmağıma baxmayın. Biraz rahat danışmağıma da baxmayın. Elə anlarda özümü saxlayamıyorum. Ağlayıram hər şeyə. Özümü nasıl dönüm. Ağlaya düşdüm getdim. Sonra bizə dedilər ki, bu gözləmə məsafəsi 1 ay olmalıdır. 1 ay üstündən ötməlidir. 1 ay sonra gəlib də imtahan verirsən. Ay Allah. Falan dedi ki, все mesela o ərəfədə öyrədəsiyəm də. 1 aya qədər. O şimdi Pünhandan çıxdıq belə buralarda, ev ətrafında belə şey yerlər var. Bağlı teritoriyalar var deyə. Orada Pünhan mənə əməlli başlı öyrətdi. Qəşəng, qışqır. Düzdür Pünhan da sözləri dağlamıram da çox. O vaxt olsaydı bəlkə ağlayardım, amma təsir etmir. O şimdi Pünhan bax, qəşəng öyrətdi. Bura səhv döndün, ona səhv döndün, onu səhv elədin, bunu səhv elədin, onu elədim, ona vardın. Və vaxt keçdi, getdim, mən getdim 2-ci imtahan verməyə, 2-ci imtahanda yenə kəsildim. Sonra getdim 3-cü imtahan verdim, 3-cü imtahanda yenə kəsildim, 4-cü imtahan verdim. O şimdi bir neçə dəfə belə kəsildim. Çox şükür. Axır ki aldım. Yəni o bir neçə dəfə bir şey təkrarlayandan sonra sən beynin o girir ki, все, mən daha 45 dəfə də bana eləsəm, yenə də kəsdəsiyəm, yenə mənasız bir şeydə səhv eləyəsiyəm və o keçə bilməyəsiyəm də. Amma yox, elə də öyle. Əslində inamsızlığa qapılmaq lazım da öyleymiş həqiqətən. Yəni keçəndən sonra özüm də inanmadım ki, keçmişəm təsəvvürünüzdə. O qədər qorxu ilə, o qədər həyəcanla girmişəm ki, yani girəndə dedim ki, şey də kəsdəsiyəm ki, prosto da vaxtı çatırdı, qoyacağım, verin bir dənə də, nağarım 70 dəfə bugün bu da olsun 71-cisi. Hər nəysə, keçdi oğlundan da sürücülük vəsiqəsi aldıq və Pünhandan başladıq belə maşın falan bax. Əslində o əlifədə baxmadıq, bir neçə ay sonra baxmağa başladıq maşına. Ara sıra yenə belə çöldə bayırda Pünhan maşından sürürdüm, eləyirdim. Pravamızda var deyə də rahat. Yollarda falan Pünhan yanımda olanda amma tək əsla oturmamışdım sükan arxasına. Və getdik maşını almağa. Maşını alandan sonra uşaqların bağçası çox uzaqda idi. İndi mənə çoxdan izləyənlər bilirlər. Maya bir mukatla 20 dəqiqə, 25 dəqiqə, hətta propiya taxılanda 1 saat falan gözlədiyim vaxtlar olurdu. 1 saat yol getdiyim vaxtlar olurdu. Təsəvvür gətirin, çox uzaq idi deyə. Məcbur qalıb maşını almaq alası olduq. Çünki Pünhan işləyirdi deyə uşaqlar bağçaya aparıb gətirmirdi və 2 dənə uşaq mənə bura yığırdılar evdə. Biraz da istədim ki, istər-istəməz bağçada adam çox şey öyrənirdi. Uşaqlar istər-istəməz qaydanı öyrənirlər. Yatıb durmaq vaxtları düzgün olur, yeyib içmək vaxtları düzgün olur. Uşaqlarla ünsiyyət teması daha düzgün olur və s. bu kimi şeylərə görə düşündük ki, və Pünhan dedi ki, işte sən zaman alışasan, uşaqları yavaş-yavaş özünün həkimə aparmağa başlayasan, özünə nəsə lazım olsa, harası getmək lazım olsun. Mənə demə də, yəni məndən əl çək. Maşını aldı ki, məndən əl çək. Sən uzun səsin qısası. Hər neysə, maşını aldıq və bir yerdə Pünhan maşınına getmişdik maşını almağa. Alandan sonra vuruşum sənət işləri hamısının həll olundu. Pünhan dedi ki, sürecəciyirik. Hara giyirik, bəs sən sürüb gətirəsən, nə qədəsiyəm, mən bir dənə adamı, 2 dənə maşını sürəsiyəm, nə qədəsiyəm. Ay Allah, bir dənə həyəcan bastı məni, düzdür maşını sürməyə biləm, amma aldığımız yer bayağı bir uzaqdır, 2 saatlıq yolumuz var. Daha o saatlar mənə 10 saat kimi gəldi, təsəvvürünüzü gətirin. Sözdür ki, mən qabaqda gəlsəyəm, sən də arxamda gədə, heç nə eləməyəsən, mən oraya dönsəm, dönəsiyəm, dönməsəm, dönməyəsiyəm, navigatoru da qoş, da uzaq deyə yol da tanımıram, gəl. Ay Allah, o gətirib, maşını gətirib evə çıxardığına qədər mən nə vəziyyətə qaldım, mən də nə qədər stres keçirdim, nə qədər həyəcan keçirdim. Ay nəysə, gəldik, çatdıq və sabahsı gün Pünhan deyir ki, mən sağ maşını aldım. Pravam var, oxumusan, bilsən, uşaqları sabah sən aparsan baxçaya, mən işim var, iclasım var, nəyim var, getməyəcəm. İstəyirsən apar, istəmirsən aparma, özüm bil yəni. Durup yerə ağlaya uşaqların sumkalarını sana getirib bala şeyi var. Avarilikdə çevirəm özdə. Avarilik qoşub maşının dalına da hər şeydə yapışdırmışam da. Ayaqqabı işarəsində yapışdırmışam. Nida işarəsində yapışdırmışam. Maşının uşaq işarəsində yapışdırmışam. Hər şeyi yapışdırmışam. Bir ayağı gələn olmasın yoldayız da. Ofşim getdim. Ay Allah, getdim, gəldim, ağladım. Nə qədər stresə düşdüm. Nə qədər, nə bilim, çox pis hiss elədim özümü. İkinci gün yenə və çıxanda bir dənə mən maşını sürə
biləm, sürəm söhbəti deyil də, sən hamıya fikir verməlisən. Sən özündən arxayın olsan belə, qabaqdakı, sağdakı, soldakı maşından arxayın ola bilməzsən. Çünki bilə bilməzsən kimlə tən maşını sürür, kimin ağlı nə cürə işləyir, nə qarazdır. Bunu sən bilmirsən. Ona görə də təkcə özünə güvənmək bəs eləmir yolda həqiqətən. Belə çox aşırı diqqətli olasan. Hətta Pünhama bir ara dedi ki, sən qabaqdakı maşının yox, bir maşının qabağı da görməlisən. Yəni o da şey olmalısan. Yəni o nə tər görəsiyəm, nə qarasıyam. Məsələn, bugünkü gündə üstündən 2 il yarım ötürdü. Həmən söhbətim, mən o 3 maşın qabağı da görürəm. Yəni biraz belə danışanda eləyə sürə bilməyənlərə, özünə inanmayanlara biraz absurd kimi gəlir. Amma həqiqətən bir müddət sürəndən sonra görürsən ki, əslində olanmış. Diqqətin yolda olandan sonra görürsən ki, olurmuş. Bir də bu yol qaydalarını öyrənmək həqiqətən çox vacibdir. Mən məsələn hamıya zamechaniye eləyirəm. Ruscam mükəmməldir, 70-80% Ruscam var, amma hamıya zamechaniye eləyəcək. Sən səhv getdin, sən düz getdin, sən oradan, sən bu işarəti bilmirsən, düz bax, işarətlərə bax. Belə, Sadiqə gəldim, ceyimi düşün, daldan sonra danışarım, uşaqlar götürüb. Harada qalmışdıq? Deməli, o işi mən bir neçə gün bu şəkillər getdim, gəldim, ağlaya. Hadisə bir 3 gündən sonra o his keçdi. Yəni 4-cü gün daha rahat oldum, daha belə relaks oldum. Düzdür, yenə heyecan falan olurdu, amma o ilk 3 günə baxanda, yəni ilk 3 gündən sonra gəldim, dedim ki, mən istəmirəm maşınla sürmək. Hansı ki, ən çox eləməyi istədiyim şeylərdən biri idi də maşın sürmək təsəvvürcətim. Qədim ki, istəmirəm mən daha sürmürəm yəni. Ülhan dedim ki, özüm bil. Yəni istəmirsən o boyda əziyyət çəkmirsən, nə varmısan, uşaqlar evdə qalasıdır, uşaqları aparmayasın. Dedim ki, Ülviyə, yəni hər şeyi mən eləmirəm deyib geri çəkilməyə nə var ki, ən rahat yollardan bir dəqiqədən. Amma yəni düşündüm ki, uşaqların evdə qalmaqdansa və maşın sürüb getsəm, yaxşıdır, səhər axşam. Belə oldu, belə daha rahat olmağa başladı. Amma indi özümdə də məsələn rahat deyiləm. Çünki yəni dediyim kimi kənarda kim nətəri sürür, kim nətəri prava atdı. Bilmirsən heç birini. Yəni yolda izdə o qədər şey gələ bilir ki, başa həqiqətən milyon dənə, yəni gözləmədiyin bir anda elə bir şey çıxır ki, belə özün də şok olsan. Ona görə də həmişə diqqətli olmaq lazımdır. Siz də mən öyrənmərəm, mən sürənmərəm, mən üstünə bilmirəm, mən o eləyənmərəm, bu eləyənmərəm falan desəz, zaten öyrənməyəsiniz. Amma yox, mən eləyə bilərəm. Sıniyəsiyəm yəni. Büyünə qədər mən dediyim kimi dəfələrlə imtahana getdim, çıxdım, keçənmədim, eləyənmədim. Yəni kim mənə dedi ki, nə oldu, nə itirdim, heç bir şey baş vermədi. Yəni bugünkü gündə israrcılığımın sonunda istədiyim arzuya çatmışam deməkdir. Beləm, sizə də məsləhətim o olardı ki, hər şeyə rəğmən, əgər istədiyiniz bir şeydirsə, arxasında durun. Yəni əvvəl-axır bir gün olasıdır yox, oldurasısınız. Özünüzə biz xanımlar olaraqdan bir şeyi ağlımıza qoyduqsa eləyəsi yox. Bir də ki, xanımlar olaraqdan dedim, bir cinsiyyətçilik şeyinə girmiş kimi oldum. Bir də onu deyim ki, belə çox adam deyir ki, ay xanımlar maşını sürə bilmir, elə bir şey yoxdur. Bizdə nə tərə bir psixoloji var. Oğlan uşaqları balacalıqdan ataların, dayıların, əvlərin yanında maşın sürürlər deyə uşaqlıqdan bəli görürlər, öyrənirlər. Amma biz xanımlar olaraqdan bizə anamızın yanında durub yemək bişirməyi öyrənməyi şey eləyirlər ki, yəni sən yemək bişirməyi öyrənməlisən. Heç kim balaca qız uşağına, yəni bizim dövrümüzdə demir ki, get maşın sürməyi öyrən, ata yanında otur. Ona görə də mənim belə bir devizim var ki, hal-hazırda hər hansı bir bizim yaşda olan kişi xeylağını gətirsən ki, məsələn, krem pendirli şey nə tərə hazırlanır, hansı kremin içərisində nə qatırlar, eklerin içərisində nə qatırlar, o da onu bilməyəsiniz. Çünki görmədiği bir şeydir, öyrənmədiği bir şeydir. Biz də elə xanımlar olaraq da belə qədər sükun arxasında oturmamışıq, heç də və nə oturmuşuq, nə yox. Yəni bilməməyimiz çox normaldır, çox doğaldır kişilərə qarşı. Amma yol qaydasını bilməyə gələndə, həqiqətən oxuyan adam qadın oldu, kişi oldu, bilir. Yəni bunun ayrımcılıq eləmək lazım deyil ailə gəlir ki, xanımlar maşın sürə bilmirlər, yox. Mən məsəl üçün elə adamlar görmüşəm ki, elə kişi xeylaqlar görmüşəm ki, elə yəni maşın sürürlər ki, yəni özü yox təkcə qıraqdakı hamını təhlükəyə atır. Amma elə xanımlar var ki, elə ehmalca biri mən maşın sürürlər ki və qaydanı bilərəkdən.
Məsələn, mən indi demək olar əksərən tanıdığım yollara gedib düşərəm. Biraz navigator işləmir deyə əslində gəzməyə ora bura qıraq bucağa gedə bilmirəm. Amma dediyim kimi ötən gün navigatorum işləmədi. Bütün demək olar hər yeri fırlamışam. Heç bilmirəm hardaydım təsəvvür həqiqətən bilmirəm. Yəni filan hadisə ki, hardasan, harda olduğumu bilmirəm belə deyim ki, filan yerdəyəm ki, məni götür. Amma ki, mən yol qaydalarını öyrənmişəm. Hansı znak nədir, hansı znakda nəyi eləmək olmaz, hansı yol qaydasını düzgün, hansı yol hara aparır, harada nə eləməlisən, nə eləməməlisən deyə onları bildiyimə görə mən o yollarda tanımadan belə sürmək rahat olduğunu deyim. Düzdür, stresli idim, əsəbi idim, navigator işləmirdi, haracıyım, nə təciyim bilmirdim. Amma znaklara baxa-baxa görürsən ki, məsələn, bu tərəfə dönmək olmaz, o yoldan getmək olmaz, burada düz xətti sağa keçmək olmaz, nə bilim, qırıq xətti o tərəfə dönə bilərəm, bu tərəfə geyə bilərəm. Elə şeyləri ona görə də çalışın, öyrənin, həqiqətən. Yəni, bir şeyi bilirsinizsə, ən adi bir şeyi bilmək belə, ən sadəsini, əməlli başlı sizə kömək olur. Mənim, məsəl üçün, milyon dənə znak var da, birdən nətəsə elə yolları olur ki, tanış olmayan bir znak olur ki, mən getdiyim yollarda və yaxud çox belə qabağıma çıxmayan, düz imtahanını vermişəm, imtahandan keçmişəm, eləmişəm, amma gör üstündə neçə ilə ötürdü, unutduğum bir şeyləri ola bilər də, sıraz Pünhanda məsələn, axşam evə gəlib soruşuram ki, hələ bir şey var idi, ha bu znak nədir və yaxud Pünhan da unutdusa əgər nə olduğunu, açırıq internetdə baxırıq ki, bu nə imiş. Yəni, düzdür, bir dənə bir şey öyrənim, bəlkə də o mənə heç 10 il qabağıma çıxmayasıdır yolda, amma yenə də mən onu öyrənədə, mən bilmiş oldum ki, ha bu nədir? Hə, dursun, bir gün lazım olar. Və bu gün səhər tezlərindən etibarən nəyə başlamışıq? Əskərlə də. Yolda gələndə nədən söhbət düşdü ki, o kirpiçdir, əskər deyir. Deyirəm, значит, ora dönmək olmaz da, kirpiçdirsə. Qətiyyən ora dönmək olmaz. Başım əskərə demişəm ki, Esra bizə muğam oxuyuram da. Esra! Başım şişdi, Esra. Vallahi bilmərəm, nə danışdım, məndən danışırsan. Тоже, Esra'cığım. Ha, şeydən söhbət düşdü. Lejaçi politseski deyinədir. Navigatoru qoyuram arasına. O da deyir ki, впереди несколько lejaçi politseski. Hoşuma deyir ki, o nədir? Deyəm ki, tramplin var, belə işarələr olanda hal-hazırda var. 70 tane tramplin var, burada beyaz рок. А я тут еще за знак. Какой? Это не видно. Это показывает, что направо дорога. В общем, əskərlə bütün yoldaşı znaklara baxırıq. Bütün yoldaşı znakları əskərə öyrədirəm və əskər deyir ki, mən deyir, skora deyir, prava alasıyam. Mən deyəm ki, 18 yaşım bitsin, 18 yaşım bitən kimi alasan sən də. İndidən öyrən, sən də yol işarətləri hansına tərdə, ştobu, gələcəkdə rahat olsun sağda. В общем, səhər gedən başı bütün yoldaşı znakları təkrarlamışıq nədir deyə. Что? Когда я просто не надо эти знаки. Ну da, biləsən də onda. Да. Hamısı, hansı nədir? Mama. Belə, siz də hazırlaşın. Belə pis çıxmasın, hamımızın əlində telefon var, haynə. Rusiyada olanlar məndən tez-tez soruşurlar bu barədə də, tə imtahan vermişsiniz də, tə keçdiniz deyə. Esra, сейчас подожди. Buna görə də, yəni əlinizin altında telefon var. Girib hər hansı bir, başqa bir mənasız işlə uğraşmaq yerinə və yaxud hər hansı bir keşfətdə fırlanmaq yerinə, videolara alta yuxarı eləmək yerinə belə proqramı açırsınız və gündə 3 dənə işlə, 5 dənə işlə, 10 dənə işlə, neçə dənə işləyə bilsən o qədər işlə və siz bir ay məsələn davam eləsəniz, görəsiniz ki, ayın axırında hər şeyi öyrənmişsiniz. Belə, ona görə də qabağımdakı pravanı bilmirəm harada nə sürəmirəm, sürmür. İkidə bir tormuz basmaq lazımdır, amma 2 saniyədən bir düppədüz yolda qabağında heç nə yoxdursa, maşın gəlmirsə, sağ solda heç nə yoxsa 2 saniyədə bir tormuza niyə basırsan ki, adama deyən olar. Bugün də yenə çox danışdım deyəsən, indi ki, bayağı biz düşünürəm ki, uzun video alındı. İndi bu videonu edit eləmək var. Uzun videolarda, çox danışdığım videolarda edit eləmək çox çətin olur həqiqətən. Çünki bayağı bir vaxt aparır. Ona görə də bu yəqin ki, tək yükləyəsiyəm. Çünki sizləri də yormaq istəmirəm. Maraqlı olanlara cavab vermək istəyirəm, amma siz də yormaq istəmirəm. Belə, ay Didişka xanım da hislənir daha ki, ay mahnı qoy. Mən yoruldum da səhər qulaq asmaqda, mahnı qulaq asaq vaziyətdə oynayaq. Sağ olun, ümid edirəm bu videoda sizdən ötürü faydalı oldu. Fikirlərinizi, suallarınızı yorum qismətinə yaza bilərsiniz. Vaxtım olduqca hamısına cavab verəsiyəm. Sağ olun, özünüzə yaxşı baxın. Yolunuzda həmişə yaşlı işıqlar yansın. Əsas odur.